Çalışırıq ki, bunu tam bir dairəyə tamamlayaq. Niyə görə? Vətərlərin içində olan kəsişmə nöqtələrini görə bilək deyə. Çünki hasillər bərabərdir axı, yəni 9 vurulsun 4 yazıb, x-dan da geri qalan hissəni vurmaq lazımdır. O-dan A-ya qədər radius 10-dursa, OF də radius 10-dur, onda OY məsafəsi qalar 10 minus x. Və O-dan da aşağıya bir nöqtə götürüb birləşdirsək, bu da təbii ki radiusdur və bunun üstünə 10 yazmaq olar. İndi kəsişmə nöqtəsi Y-də başladığına görə yazırıq 9 vurulsun 4. Bərabərdir. Digər hissələr x vurulsun, geridə qalanı 20 minus x. Bu tənliyi həll eləyək. 36 bərabərdir. 20x çıxılsın x-in kvadratı. Bir tərəfə yığsaq x kvadrat çıxılsın 20x. Üzərinə gəlsin 36 bərabər 0. V7-dən də köklər çıxar buradan. Hasil 36, 2, 18 götürsək və 10 çıxılsın 18 düzgün yaranmaz da. Məsafə mənfi olmaz axı. Ona görə 18-i yox, 2 nöqtəsini götürürük. Bizim də x-imiz olur 2.